Quran-ı Kərimdə 6000-dən çox ayət var. 114 surədir. Quran-ı Kərimdə bir dənə yerdə Əl-Bəqərə surəsinin 186-cı ayəsində bir dənə yerdə cəmi sual ayəti var. Sual ayəti oxuyacağım indi inşallah. Elə bəhsimiz onun üzərindədir. Orada nədir? Allah subhanahu wa ta'ala qul kəlməsindən, de kəlməsindən istifadə eləmir. Yəni gəlin görək ki, bunun sirri nədir? Necə oldu bəyəxki sualların hamısında de var idi, düzdür? Ayəti oxuyaq. Uca Rəbbimiz yenə buyurur ki: "Və izə səələkə ibadi anni." Bura fikir verin. Allah buyurur subhanahu wa ta'ala, qullarım məni səndən soruşurlar. Sualdır, sual deyil. Sizcə bayaqki ayətlərlə bu ayət arasında fərq varmı? Hamısında sual ayətidir, düzdür? Bəziləri dağlar haqqında, bəziləri qənimətlər haqqında, bəziləri həcc ayları haqqında, digər suallar, müxtəlif suallar. Bir dəfə də siz deməyin, insanlardan bəziləri gəlib Allahı soruşublar Muhammeddən sallallahu aleyhi ve sellemdən. Sualdır, sual deyil. وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي Baxın, qullarım məni səndən soruşurlar, فَاِنِّي qarib. Mən onlara yaxınam. Yaxşı, nəyə görə burada qul gəlmədi? Nəymiş burada incə məqam? Siz deməyinlə bu məqam imiş ki, Muhammeddən sallallahu aleyhi ve sellemdən Allah haqqında soruşanda Allah subhanahu wa ta'ala Muhammedi sallallahu aleyhi ve sellem hansı ki əşrafun nəs idi. İnsanların ən şərəflisi idi. A'ləmun nəs idi. Ətqan nəs idi sallallahu aleyhi ve sellem. İnsanların ən biliklisi, ən təqvalısı. Allah Muhammedi sallallahu aleyhi ve sellemi özü ilə qullar arasına salmır. Fikrimi çatdıra bilirəm. Demədi ki, qul fə inni. Demədi ki, de ki, ey Muhammed, mən onlara yaxınam. Yox. Qullarım məni səndən soruşur, mən onlara yaxınam. Bəyəxki ayətlərin hamısında de var idi, düzdür? Burada ona görə yoxdur ki, necə ki, elm əhli təfsirçilər, təfsir alimlər buyururlar ki, ona görə yoxdur ki, nədir? Hətta Allah subhanahu wa ta'ala Peyğəmbəri sallallahu aleyhi ve selləmi, yəni özü ilə insanlar arasında vasitəyə ehtiyac yoxdur. Vasitəsi salmır. Sallallahu aleyhi ve sellem. Demədi ki, de ki, mən onlara yaxınam. وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَاِنِّي qarib. Yəni, mübaşəratan, dərhal. Bu cümlə bitən kimi, qullarım məni səndən soruşurlar, mən onlara yaxınam. Ayətin sonuna fikir verin. Ucibu dəvətə da'i idə duan. Subhanallah. Mənə yalvaranın, yalvardığı zaman duasına cavab qaytıraram. Yalvardığı vaxt. Orada yerlər də təyin olunmadı, düzdür? Arası getməyə ehtiyac yoxdur. Yalvardığı vaxt, istənilən yerdə Allah subhanahu teala duasına cavab qaytarır.